Son zamanlar mobil telefon istifadəçiləri arasında dələduzluq halları ilə üzləşənlərin sayı kifayət qədər artıb. Belə ki, fırıldaqçılar şirkət adından abunəçilər ilə əlaqə saxlayır, təklif olunan saxta nömrə ilə bağlı ödənişin edilməsinə dair tələblərini irəli sürürlər. Şirkətin adını eşidən vətəndaş isə aldadılacağını və dələduzların toruna düşəcəyini heç ehtimal etmir. Bu cür dələduzluğun qurbanı olan şəxslərdən biri Bakıya Sazaya müraciət edib. Onun sözlərinə görə istifadə etdiyi nömrənin 010 prefiksli nömrəsini almaq istəsə də maddi ziyanla üzləşib. Bugün 050 621 67 21 nömrəsindən mənə gələn mesajda nömrəmin 010 ilə başlayan nömrəsinin satışda olduğu bildirilmişdi. Nömrənin qiymətinin 258 manat olduğu və nömrəni almaq üçün filiala yaxınlaşmağımın vacibliyi təklif olunurdu. Mesaj gələn nömrədən bildirildi ki, hazırda nömrəni almaq istəyən başqa müştəri də var. Ona görə də ilk ödəniş kimi 100 manat ödəniş etməliyəm, sonra başqasına nömrə satılmayacaq. Nömrənin başqasına satılmaması üçün göndərilən bank kartına 100 AZN ödəniş etdim. Lakin daha sonra nömrəmi blokatdılar. Bu zaman dələduzların qurbanı olduğumu anladım. O bildirib ki, bu dələduzlar ifşa olunmayacaqlarını o dərəcədə əmindirlər ki, çox rahatlıqla mobil nömrənin və göndərdikləri bank kartının adının gizliliyinə əhəmiyyət vermirlər. Halbuki ölkəmizdə şəxsi vəsiqəsi təqdim olunmadan mobil nömrə almaq mümkün deyil. Həmçinin mənə Akses Banka məxsus bank kartı göndərilmişdi. Bank kartlarda şəxsi vəsiqəsi olmadan verilmir, deyə zərər çəkən əlavə edib. Vətəndaş üzləşdiyi vəziyyətlə bağlı Azərselə müraciət etdikdə gün ərzində dəfələrlə bu cür şikayətlə müraciət edənlərin olduğunu bildiriblər. Şirkətdən bildirilib ki, qeyd olunan əlaqə nömrəsi onlara məxsus deyil. Maraqlı məqam budur ki, dələduzluqla məşğul olan həmin şəxslər qanunvericiliyi çox yaxşı bilirlər və buna görə də 100 manatdan yuxarı məbləğdə ilkin ödəniş tələb etmirlər. Qanunvericiliyə görə 100 manatlıq dələduzluq faktına görə cinayət məsuliyyəti tətbiq olunmur. Qeyd olunan xoşagəlməz hallarla üzləşən zərər çəkmiş vətəndaşların hüquq mühafizə orqanlarına müraciət etməsi tövsiyə edilir.